Bu videoda şirkət hesabları və hesab qalıqlarının sistemə əlavə edilməsi haqqında ətraflı məlumat verəcəm. Ekranın sol tərəfində maliyyə bölməsinə keçid edib, açılan başlıqlarda orada ikinci başlıq hesablar bölməsinə keçid edirik. Burada ilk nəqd hesablar bölməsi açılır. Nəqd hesablar bölməsində şirkətin sahib olduğu kassaların adları formalaşdırılır. Təbii birdən çox kassada mövcud ola bilər. Yeni hesab düyməsinə daxil olub hesabın adını şərti olaraq mağaza kassası qeyd edib Enter düyməsinə klikləməklə hesabın adını sistemə əlavə edə bilərik. Bank hesabları bölməsində şirkətin banklardakı hesablarının valyutalar ilə birlikdə əlavə edilməsi həyata keçirilir. Əgər şərti olaraq Kapital Bankda hesabınız varsa, Kapital Bank və qarşısından da valyutasını qeyd etməklə sistemə əlavə edirik. Əgər Kapital Bankda eyni zamanda digər valyutalarda da hesablar varsa, eyni şəkildə Kapital Bank şərti olaraq USD formatında əlavələr edirik. Bank hesablarından sonra kredit kartları bölməsində isə plastik kartlar. Bu biznes kart, korporativ kart, adi cashback kartlar və sair kartlar ola bilər. Bu formada kartların adlarını sistemə tanıdırıq. Əgər eyni kartdan bir-birinə bənzər, eyni adda olan kartlardan bir neçə ədəd olarsa, o zaman həmin hesabları, həmin kartların adlarını və qarşısından da kart nömrələrinin son 4 və yaxud 8 rəqəmini yazmaq, bunları bir-birindən fərqləndirmək olar. Digər sonuncu bölmədə isə ƏDV depozit hesabı adlandırılır. Satışlardan yığılan ƏDVlər bu hesaba düşür və əvəzləşdirmələr zamanı bu hesabın balansından ödənişlər həyata keçirilir. Hesabların adları bu formada sistemə tanıdıldıqdan sonra bu hesablar üzrə qalıq məlumatlarının əlavə edilməsi sağ-yuxarı küncdə nizamlamalar düyməsindən həyata keçirilir. Nizamlamalar bölməsində sol tərəfdə ilkin qalıqlar bölməsinə keçid etdikdə, burada açılan başlıqlar hissəsində ikinci hesab bölməsinə keçid edirik. Burada hesab əlavə et düyməsinə daxil olub, öncə ilkin qalıq tarixidir. Yəni hesaba hansı tarixdən etibarən pul əlavə olunmasını istəyirik. Tarixi seçəcəyik, daha sonra ödənişin növünü və hesab təyin olunacaq, hesabın adı seçiləcək. Şərti olaraq ofis kassası və kassanın qalıq məbləğini qeyd edib, valyutasını təyin edib, təsdiqləyəcək. Bu formada nəqd ofis kassamıza ilkin qalıq miqdarı düşmüş olacaq. Eyni şəkildə digər hesabları da seçib, şərti olaraq bank, Kapital Bank USD hesabı, məbləğ şərti olaraq 2000 və valyutası USD seçib əlavə edirik. Bu formada hesabların ilkin qalıqları sistemə tanınır. Bu hesablar üzrə maliyyə bölməsində sistem hesab qalıqları hesabatı formalaşdırır. Maliyyə bölməsində yuxarıdakı başlıqlarda hesabatlar hissəsinə keçid etdikdə, burada hesab qalıqları bölməsində hansı hesabda nə qədər pul vəsaiti var, hansı valyutadadır və şirkət toplam nə qədər pul vəsaitinə sahib şəklində hesabat formalaşdırır. Eyni zamanda hesabatlar bölməsinin daxilində yerləşən pul əməliyyatları hesabatında qeyd etdiyimiz bu hesablar üzrə pulun hərəkəti ilə bağlı sistem hesabat formalaşdırır. Pul əməliyyatları hesabatına daxil olub, sol tərəfdən hər hansı bir hesabın adını filtrlədikdə, seçdikdə, o hesabın daxilində baş verən prosesləri seçilmiş tarix intervalında dövrün əvvəlinə nə qədər pul vəsaiti var idi, dövrün nəticəsi olaraq hesabda necə dəyişiklik baş verib, artımı və yaxud azalma olub və dövrün sonuna hesabda nə qədər pul vəsaiti qalıb şəklində hesabat formalaşdırır. Burada hesab üzrə aparılmış bütün əməliyyatların ardıcıllığını tarix ardıcıllığı formatında mədaxil, məxaric və balansı göstərmək formatında izləməsini keçirə bilirik.